Mənim ən çox sevdiyim işlərdən biri təndir çörəyi bişirməkdir. Rusiyada yaşamağıma baxmayaraq, Azərbaycanda gördüklərimi unutmamışam. Biz ailədə 9 uşaq olmuşuq. Anam həmişə təndir çörəyi bişirirdi. Hər gün təndirə pişirdiyi çörək 23-25 dənəydir. Yəni ki, biz az eləyirik öz ailəmizə görə. Bu da mənim ailəmin ən çox sevdiyi günlərdən biridir. Təndir çörəyi, təndirdə toyuq, təndirdə balıq bişirəndə. Adətlərimizə görə xəmirin qabında balaca kökələr düzəldirdilər. Kökə deyirdik. Evdə balaca olan uşaqların hərəsinin adına balaca çörək. Mənim də 2 dənə nəvəm var. Həmişə nəvələrimin adını eləyirəm. Hər dəfə məndən soruşurlar, təndirin ağzını niyə belə isladırsınız kislə? Bizdə uşaq vaxtı kənddə şirə deyilən bir şey var idi. Təndir həmişə yananda ağzı qaralır, əllərimiz batmasın deyə anam şirə sürtürdü. Mən isə adi suyla həmişə təndirin ağzını isladıram ki, bu qaralar geçsin. Bu göy otları təndirin hava çəkən yeri, külpə deyilən yer var. Oralara yığırsan ki, çörəklər yanmasın. Təndir nə qədər istidir, lülərlərimizi təndirin ağzında pişirə bilərik. Çörək hələ tezdir. Kilo yarım xarşa, 1 qırmızı bibər, 1 göy bibər, 2 dənə yaxşı belə soğan, 300 qram da quyruq, duzunu, istiodunu öz ağzınızın dadına qədər. Təndirimiz hələ ki yanır, çörək üçün tezdir. Ona görə də kababları təndirin ağzında pişirə bilərik. Birdən balaca çörək təndiri yoxlamaq üçün yapışdırırıq. Onu yapışdırdım ki, təndiri yoxlayaq. Təndir necədir? Yapışdırmaq olur, yoxsa yox. Təndirimizi yoxladıq. Birdən balaca çörək pişirdik. Təndirin kürbələrini göy otla bağladıq. 2 tərəfdən də. Təndirə duzlu su çiləyirik ki, təndirin dalı möhkəm olsun. Duz həmişə təndir bərkidir. Əslində vilka ilə də eləmək olar. Mənim kürəkənim ləzgi olduğuna görə bu ləzgi şotkasıdır. Özümüz üçün də vilka ilə. Bizdə masallıdan o talışlar. Biraz da dalına su vururuq. Çalışın əyninizdə qalın nəsə olsun, qollarınız yanmasın. Təndirə belə dəmir listləri ata bilərsiniz. Çörək yanmasın. Bu da mənim nəvələrimin balaca çörəkləri. Məryəmmin, mənim İbrahimimin. Təndirin ağzını bağlamışım ki, çörəklər yaxşı pişsin, tez qızarmasın. İçi də pişsin. Dəmirlər artıq bizə mane olur, çörəklərimizi qızarmağa qoymur. Külbələri açıram ki, təndirimiz skvayznak eləyib közərsin. En güzeli. Aman doy belə. Nedir? Сегодняшний хлеб. Bunu hamınız bacara bilərsiniz. Çox çətin deyil.